İmmunoprofilaktika yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodudur və bütün dünyada yoluxucu xəstəliklər və onların ağırlaşmasının qarşısının alınması məqsədi ilə sübut olunmuş effektiv müalicə kimi tətbiq olunur. İmmunoprofilaktika Azərbaycan səhiyyə sisteminin ən prioritet məsələlərindən biridir. Qeyd etmək lazımdır ki, hər bir ölkədə peyvənd cədvəli onun coğrafi iqliminə, xəstəliklərin yayılmasına və digər şərtlərə uyğun olaraq dəyişir. Bizim milli peyvənd təqvimimizə 2024-cü ildə heksaksin peyvəndi əlavə olunmuşdur. Bugün mən sizə peyvəndlər haqqında valideynlər arasında doğru bilinən yanlışlar haqqında məlumat vermək istəyirəm. Birinci yanlış fikir, peyvəndlər etibarlı deyil. Xeyr, təbii ki, bu belə deyil. Bizim ölkəmizdə tətbiq olunan peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatından öz təsdiqini tapmış peyvəndlərdir. GMP sertifikatı vardır. Peyvəndlər istehsal olunduğu yerdən bizim ölkəmizdə tətbiq olunan müəssisəyə qədər soyuq zəncir prinsipi gözlənilməkdədir. İkinci yanlış fikir, peyvəndlər faydalı deyil. Təbii ki, bu belə deyildir. Peyvəndlər vasitəsilə sübut olunmuşdur ki, hər il dünyada 1 milyondan artıq insan peyvəndlə qarşısı alına bilən xəstəliklərdən vəfat edir. Bizim ölkəmizdə məhz poliomiyelit xəstəliyinin qarşısı peyvəndlə alınmışdır. Növbəti yanlış fikir, peyvənd autizmə səbəb olur. İlk dəfə belə fikirlər İngilis aliminin jurnalda dərc etdiyi məqalədən sonra əhali arasında yayılmağa başladı. Lakin onun araşdırması çox dar çərçivədə idi və elmi araşdırmalarla, hansı ki bu elmi araşdırmalar Amerikada, Danimarkada, Yaponiyada aparılmışdı. Həmin araşdırmalarla öz sübutunu tapmadı. Və sübut olundu ki, aparılan bu araşdırmalar artıq çox böyük, geniş miqyaslı idi. Sübut olundu ki, peyvəndlə autizm arasında heç bir əlaqə yoxdur. Daha sonra peyvənd haqqında növbəti yanlış fikir, peyvəndlərin əlavə təsirləri. Deməli, peyvəndlər qeyd etmək lazım ki, peyvəndlərin tərkibində xüsusi köməkçi maddələr vardır ki, bu köməkçi maddələr peyvənd komponentlərinin bir-biri ilə reaksiyaya girməsinə, peyvənd saxlanılan flakonun divarına yapışmamasına və peyvəndin çirklənməsinin qarşısına alınmasına xidmət edir. Hər bir dərman maddəsində olduğu kimi, peyvəndin də inyeksiya yerində müəyyən əlavə təsirlər müşahidə oluna bilər. Bu peyvəndi inyeksiya elədiyimiz yerdə yüngül qızartı, şişkinlik nəzərdə tutulur. Həmin hissəyə nəm, steril kompres qoyulmasına məsləhət görürük. Qolu ehtiyatlı hərəkət elətdirmək lazımdır. Yüngül hərarət olanda uşağa bol maye vermək lazımdır, xəfif geyindirmək lazımdır. Çox nadir hallarda uşaqda yüksək hərarət müşahidə olunarsa, həkiminizə müraciət eləməniz məsləhət görülür.